birlikte Bakı yox, Masallı küçələrini gəzirik. Evet. Mən onları gəzdirdim. Bu səfər də onlar məni gəzdirirlər. Artıq bildiyiniz kimi neçə gündür Masallıdayıq, sabah qayıdırıq. Qayıtmazdan öncə Masallını biraz gəzək dedik. Baxdıq ki, emisi. Baxdıq ki, hər yerdə indirimdir. Ay Allah, spama gedəcəm. Biraz gəzək, görək nə vardı, nə yoxdur. Gedək sizinlə bir yerdə gəzək. Ümid edirəm ki, səsimi eşitmişsinizdir. 4 uşaqla çıxmışıq. Deyən görüm. Hə, ayaqqabı tapıblar, baxın. Şeysi yuxarıdadır. Deməli uşaqlar bir kofta bəyəndim, geyindim, baxdım. Və bəyəndim deyə 3 rəngimi birdən götürdüm. Heç nə. Baldızım da bakıyor. Bəyəndin sən də? Hə. Deyəl, o da yığır. O da evdə geyinə bilərsən də, götür də. Mən birinci kofta götürdüm, onu hara atdım. Deməli, niyə açılmır? Elə bildim ki, sensor qapı deyə. Sizdən ayrılandan sonra getdik, alışveriş elədik, bir sürü şey aldıq. İndi də gecə saat 2 işləyir. Qaynatamın maşını qaçırmışıq. Mən, baldızın oğlu, baldızımın yoldaşı. Heç nə, onları maşından qoymuşuq, gəlmişik maşında. Uşaqlar da evdədirlər bu arada. Sadəcə bir nəfər özünə baxın. Bəzən sizə. Nəfəsim çıxmış yerdən. Təsəvvür edeyim, mən gəlib broşkamı falan atmışam aşağıda maşında. İsi sürürük, içalatımız tökülür, gedirik. İsi necədir mexanika sürmək? Allah, pravasını alıb bu arada arkadaşlar. Ardasa bir ay olmaz. Hə, bir ay olar pravasını. 18 yaş olub pravasını alıb. Pravadan sonra ilk mexanika sürüşüdür. Pravadan sonra ilk. Hə, ilkdir, bəli. Amma qəşəng sürür. Sağ olsun. Aparır artıq bizə marojnu aldı. Görünmür qaranlıqda, aparır bizi evə. Növbəti gündən hər kəsə salam. Gelin bakalım kim var? Salamlar. Sen gel. Artık karamelman getir. Yeter oldu. Bilin bakalım biz harada. Tabii ki bilirsiniz gəlmişik artıq. Dünən 2 gündən sonra səhər durduq, səhər yeməyə yedik, yığışdıq, çıxdıq, gəldik. Belə gedirik bir yerdə, gəl çatmışıq evə. Biz evdə yoxuq axı. Ev buzdolabımız tam bakır, kuru bakırdı. Gedirik bir yerdə yemək yeyək, sonra gedək evi bazarlıq edək. Evimiz də yuyulur oradadır. Yarım saata gelsin bunlar da. Haydi də. Deyir ki, Moyka. Mama, bu arvadan atarsın dedim. Arvadan ötəsi nədir? Korktum Nədə o hə cücü. Alıyor. Hə, neysə, gedirik yemək yeməyə. Görək. Yandı. Biz evdə yoxuq. Hə, sən nə qidalanmısan? Hemen yerdim. İnan xaladenlikdə nə? Arkadaşlar biz noodle alıp atam. Ben orada olmayanda almadım bana. İndi gedib özün üçün aldım. Hə, yəni. Tezlə gedək yemək yeyək, birinci atımızdan ölürük. Sadəcə 4-dür. Sonra gedək evə bazarlıq edək. Xaladenlikimizi dolduraq. Xaladenlik abur-cubur şkafımız doludur. Xaladenlikimizin buzluğu marojna ilə doludur. Amma fikirləşmir ki, bu uşaqlar abur-cuburdan başqa bir şey də yeyir. Heç nə gedək. Çox uzağa getməyə maşınımız yoxdur. Maşınımız Moykadadır. Da gəldik evin yanındakı dönərxanaya oturaq dönər yeyək. Kes. Rayondonda necə olmuşdu? Gül pembesi bakın. Yatmışsın böyle. Açık pembe. Danışırlar rayonda olanda ne baş verip atasına. Ay özlemiş miydiniz maşınımızı? Ben Darıxmışdım maşınımda gəzmək üçün. Çox darıq maşınımda dərkən. Mən çox darıxmışdım. Bu itrite içində ən çox bunun üçün darıxmışdım. Nəysə, gedirik indi, o da bütün darıxım və gələndən uşaqlar da yalayıb da yəni. Ürəyimdən çıxartmadı yəni. Nəysə, indi gedirik, 1-2 gün sonra sürpriz bir yerə gedəcəyik. İnşallah. Oraya için alışverişe gidiyoruz. Bilin bakalım hara gedəcək. Zaten bəziləriniz bilir. Yenə də demiş olalım. Belə gedirik Raif müəllimə şortik almaya. Gün düşür görünmür. Haydi. Özümə Lego alacağım bir də. Hə, qaydanda ora açıq. Qaydanda otomobillə qaydarsın. Mən də özümə maşın alacağım və pul qazanacağım. Atasının hərəsinə pul verib onu xərcləmək istəyirlər. Belə.
Neyse gedirik indi. Ragib müəllimin ehtiyaclarını giderelim. Ben her şeyimi almışam. Fikirləşirəm nə ala bilərəm, heç bir şey alamam çünkü her şeyim var. Her şeyim var. Uşaqların da her şeyi var, bir düşüneyim. Baxın, fikirləşib görüm uşaqların nəyi var, nəyi yoxdur. Bir dənə Sevraya şəhbit alacaq. Ya da pasanıçka ola bilər. Hansı qəşəng tapsam onu. Ya qəşəng bir də maşını, kroks falan tərzində. Ya da ki qəşəng bir pasanıçka. İnşaatçılara gedir. Qəşəng bir pasanıçka. Böyle, ay Allah, dedi darıxmışdım. Tam 10-12 gün falan, 10-13 gündür belə bir şeydi. Yoxam. Ay, çok özlemiştim. İnsan həqiqətən öyrəşdiyi şeydən uzaq qalanda çox belə qəribə olur. Bizim indi özümüzə aid bir həyatımız var da. Allah tək valideynlərimizin canını sağ eləsin. Heç vaxt yəni üzgün pis şeylə getməyək də rayona falan. Mən malam narahat idi, ona görə getmişdim. Deməli uşaqlar, bir şey var da, yəni öyle səhər dur, yığışdır, təmizlə falan filan. Sonra gəlirik, gedirik harası. Yəni bu dörtlü vaxt keçirmək dünyanın en güzel şeyidir. Yəni belə maşında gedir ya. Yəni bu mən en qəşəng komfort zonalarına belə, yəni bir yerə deyib gülərək danışmayı dəyişmərəm. Atanı sevirdin de aşkım mamam değilsen. Aşkım atam. Ha Aysu. Ay Allah! Aşkım tamam bana okuyanda. Ay aşkım, mən nə gün bir dəqiqə gözləyin. Gəldik, çatdıq. Nə qədər qal, hə? Gəldik, çatdıq. Burada bir mağazin diqqətimi çəkirdim. Bura girməsəm getmərəm. Avropadan paltarlar diye bir şey adı. Görək nə var. Dibinə tapıb. Gəldik. Burada nə qədər qəribə məhsullar var. Belə geyimlər falan var. Ragib baxır özünə şortik. Çox qəşəng şeylər var. Belə baxın. Gəlinlik falan belə var. Təsəvvür edin gəlinliyin. Uy, buraya yaxınlaşdım şortiklə. Gəlinliyin qiyməti 80 manat. Baxın, çox qəşəng. Hay can. Hə, ata şortiklərə baxır. Baxın, hətta 50% endirimdədir dostlar. Bu ikilərini belə ayrı-ayrı qiymətlərdir. Mayolar falan belə var, korsetlər falan var. Baxaq görək nədir bunlar. Biri ola, bu arada şalablar outlet mallardır, Avropadan gəlmiş və modası keçmiş geyimlərdə uyğun qiymətlərə satırlar. Oydan eşsəz burada nələr var da, yəni nələr var. Amma mən hayca. Beni düşüyorum sakin. Amma mən dayan aşkım. Amma mənim bunları bir-bir gəzməyə halım yoxdur. Donlar falan ne deyirsiz var. Baxaq. Nə deyirsiz? Allahım gələ paralar nə üçün gəlmişdi? Bak. Vaydı. Bak dona bak. Oş kimi aşkım qadın ayağının altında. Vay vay herhalde şortik gördük. Görək elə. İndi yarışacaq ya yox. Şalvarlar falan. Necə qeyradı şalvarlar var bilirsiniz. Dəhşət yəni. Axtarsan buradan çox qəşəng kombin eləmək olar. Həm də qəşəng mallar çıxar. Prosta uşaqlar mənə səbrim yoxdur hamısına tək-tək baxmağa. Nəysə gedək görək Ragib nə tapdı. Ragib ayaqqabıdır. Ragib bu arada Pastiyanın iş ayaqqabılarını buradan alır. Yəni belə yerdən alır. İşte geyinməyə. Orijinal BMW logolusu var falan. Altından falan. Bir dəqiqə deyəm balam. Yox, altından falan bilinir ki, yəni Allah buraya baxsında bu neçə olub. İndi sadəcə 6 manatda. Haycan. Ha, Sevra. Yox, sən üçün deyil. Orijinal Adidas. Orijinaldır, baxın. 15 manata. Sadəcə köhnə modellərdir. Azapar koy yerinə. Çox qəribə mağaza gəlmiş. Bunu gəlmişəm. Ha, çıxdıq oradan. İndi gedirik başqa bir yere. Bir dənə giyindi, bəyəndi. Zaran şortikini bəyəndi. Ha, gəl uçur. İndi gedirik başqa bir yere baxmağa, görək nə var. Son gelişmələri çəkəcəm. Gel biz gedib baxaq. Ata burada oturuyor. Ha, otur. Bravo. Bak hele kaka bak bak Ra. Sen Sevra bak. Ata için şortik almaya, ata için paltar almaya gelmişydi ha. Ana hanı. Yine gözü doymur anamın. Bak anam bak. Arkadaşlar, hayatımdan Ha gel buraya gel buraya. Eli ver. Bak gözü doymur. Bak gözü doymur. Gömənsin almağa gelmişik. Gözü doymur. Gəlib özü için bakır bak. Ağzımı niyə salsan kameraya? Ama
çok qəşəng kuklalar var şu anda. Ne qəşəng ləstiqlər. Dartma. Gözlə. Baxın uşaqlar çox qəşəngdir. Nasıl şortu çox qısa. Hə. Şuraya baxın. Hər yeri qapqaradır. Bir desən boğazının altı qapqardır, hə. Bir də 2 dənə ayağı. Ne qəribə. Mama Çıxdıq yenə. Çıxdıq. Ben haradaydı? Bir orada qaba-qaba o daha. Hə, çıxdıq yenə heç bir şey tapa bilmədiyimizə arkadaşlar görə. bugün Özbek prenses Fiziki atasına qovuşub özünü prenses hiss edir bala. Neyse gidiyoruz. Sinsi ve nihayet Ragip buradan özüne şortuk tapdı, beğendi aldı. İndi gedirik tekrar aşağı, ona uyğun bir çayını tapır ona. Belə. Hə, gəldi. Hə. Hə, mahnı var deyə heç gedib görüm. Çavaşa kusançka tapa bilirəm. Tamam, məsələn, çay. Oyuncaq tapıblar. Oyuncaq tapıblar. Gəldi Lego alırlar uşaqlar. Sevra özünə seçdi, Stitch'li Lego aldı. Gedə görə Rauf nə alır? Götür. Göze bakın arkadaşlar. Baxın, bunlar nədir ki? Su tapancası. Ağzıma vurmaya olmaz. Baxaq, bunlar nədir? Bunlar nədir ki? Baxaq. Tempalitdir, nə qəşəng rəngləri var. Oy, oy, oy. Mən nə istəyim? İstəyirsən sən də Lego götür, Rauf. Ben bundan istiyorum. İki bacı da ondan götürüb. Yeşil Bax, şey istəyirsən, bu nə idi bunun adı? Bu çişin. Mario. Mario, hə, istəyirsən? Ha. Hə, şu. Ben de bu. O nədir? Eşyatırsan götürür. Bəli dostlar, dünənki gündən sonra Rauf necə durubsan sən? Oh. Dünənki gündən sonra gəldi evə. Elə yorulmuşduq ki, dəhşət. Oh, iraq olsun. Heç nə yeməyi zad yedi, promo yatdı. Yo, daha doğrusu markete getmişdik də oraları çəkməyi unutmuşam. Getdi, alış-veriş elədi. Xaladenikimiz boş idi. Yəni Raqifə deyirəm ki, Raqif, bəs neçə günlərdir evdə yox. Sən nə ilə gedə alamsan? Deyir, heç neçə yemək yeyirdim ki, evdə. Legolarında tökdü. Neyse belə, gələn kimi evləri yığışdırdım. Evi dizaynını falan dəyişdirdim tekrar gördüğünüz kimi. Arkadaşlar. He. Magazinde açılsın. He. Damadeyi inadım bak. Hə, Lego alıblar, Legonu qurmamış itiriblər. Mama, ben lokum harcadım. Bilmirəm. Yanımda. Bu gün bütün gün iş görmüşəm, ona görə videonu da indi atacağım, indi paylaşacağım. Arkadaşlar birazdan mamamın laktan çekeceğim. Bakın bir de ayağıma bakın. Ayağımı, hara qaldırsan? Ayağımı salla, bu da aşağı deyəm. Ayağıma lak çəkib, mavi rəng. Bu arada evləri silmişəm, hər tərəf yaşlı. İndi oturmuşam, hər hazırda saat 8-dir. Səhər açılan saat 10-dan başlamışam, indi bitirdim evimin işini. Neyse, bunlar da belə oynayırlar burada. Mən dedim videonu sizə editləyim, paylaşım. Belə qısa, uzun müddətli video atmırdım. Çünki bilirsiniz ki, rayondaydıq, başımız qarışıq idi və bundan sonra artıq videolar gələcək düzənli şəkildə. Belə, hə, Sevoş? Hey, Sevoş? Hey, Sevoş? Yaxşı. Belə uşaqlar, videomuzu bəyəndinizsə, heç kim demirik. Niyə sən mənim izləyicilərimi saymırsan, Rauf sayır? Denən, ay Sevoş mahnı var. Kanallara abone olun. Arkadaşlar 100% beğenmeyin. 100% bəyənin. Abone olun. Arkadaşlar Yorum yazın. unutmayın. Yaxşı, yaxşı, əsəbləşmə. Hə. Getdilər. Abone olun. Arkadaşlar 100% beğenmeyin. Kanallara abone olun. Arkadaşlar unutmayın. Hey, bunlar da Dumpling kuşların partladılar. Buraca. Dumpling kuşların partladılar. Bütün üz gözü, bədəni zadı zərdir. Görürsünüz, ikisi də o gündədir. Ev də bütün zər idi. Neyse, mən də gedim bunları çimizdireyim, qəşəng. Normal düzənimizə geri qaydayıq. Niyə ki? Ben tezenimi giyindim sıçar. Elim sadım dağılmış. Dumpling kuşların partladı. Ev bütün zər idi, inanırsınız. Ben tay olmuştum. Kanala andoysun. Uy, niye and içirsən? Neyse uşaqlar, növbəti videoda görüşmək üzrə. Hələlik. İnşallah. Hə. İnşallah bakın. Dumpling kuşunu partladıblar. Yudum ben.
İçi boş olub şey. Baxın, boş desən yoxdur. Baxın indi bunlarla baxın bunlarla doldurar. Çox qəşəng olur. Çək. Doldurum bir dənə gələk. Düzəltdi. Xodnalı oluş. Almışam da. Hə, bax göstər bir dənə baxın. Belə bir şeylədir. Heç nə at geçsin bunda. Ay Allah, bunların səsi mən çəkilsə boş. Bunların səsi mənim başımı xarab edir. Telefonlarda bunlar, ekranda bunlar. Xodnal. Xodnal. Nəysə uşaqlar, videonu bəyəndinizsə abunə olmağı unutmayın. Yorum yaz. Hey! Hey, hey. Arkadaşlar. Nəysə bitməyəcək. Sağ olun uşaqlar.